Hello everyone, herkese salamlar. Bugün sizlerle 7. sınıf İngilis dil dərsliyindən səhifə 108, 109, 110 və əgər çatdırsam 111-də izah ediləcəm. Gəl mətnimizdə hekayədir oxuyaq. Each Kindness by Jack Quline Woodson. Jack Quline Woodson tərəfindən hər mehribanlıq, xeyirxahlıq. The weather got warmer and warmer and the grass began growing. There was no snow outside. Hava getdikcə istiləşir və otlar böyüməyə başlayırdı. Həyətdə qar yox idi, çöldə. One day Maya came to school. She was wearing a nice dress and beautiful shoes. We understood that this dress and the shoes were not Maya's because they looked bigger on her. Bir gün Maya məktəbə gəldi. O gözəl don və ayaqqabı giymişdi. Biz də başa düşdük ki, bu ayaqqabılar və bu don onun deyil. Çünki Mayanın Mayanın değildi. Çünki onlar onun paltarlarının üstündə böyük görsənirdi. I have a new name for her, Kendra whispered. Never knew. Everything she was comes from a second-hand store. Mən sənin üçün yeni ad qoydum, Kendra pıçıldadı. Heç vaxt yeni, never knew. Hər şey ikinci əl mağazasındandır. We all laughed. Maya stood in the schoolyard. She was holding a rope. But she didn't ask us to play with her. After a few minutes, she started jumping. She jumped around the yard without stopping. She didn't look up, just jumped. Biz onu güldük. Maya məktəbin həyətində dayandı. O ipi tutdu, amma o onunla oynamasını demədi, soruşmadı. Bir neçə dəqiqədən sonra tullanmağa başladı. O dayanmadan bağçanın ətrafında tullanır. O baxmırdı. Ancaq tullanır. The next day, Maya's seat was empty. In class that morning, we were talking about the kindness. Növbəti gün Mayanın oturacağı boş idi. Səhər dərsdə biz xeyirxahlıq haqqında danışırdıq. Mr. Albert asked us to gather around his table. There was a big bowl on the table. He filled it with water. He dropped a small stone into it. Small waves rippled out, away from the stone. This is what kindness does, Mr. Albert said. Each little thing we do goes out and like a ripple into the wall. Mr. Albert onun stoluna toplamamızı dedi. Sonrasında büyük kasa var idi. O suyla doludu. Onun içinə balaca daşlar tökülürdü. Yavaş dalğalar bir daşın kənarında idi. Bu xeyirxahlığın idi. Yəni xeyirxahlığı deyək, dərsini öyrəndirdi burada. Bu paragrafda dediyi. Bu xeyirxahlığı öyrəndirdi. Then Mr. Albert asked us to drop the stone into the water and say what kind thing we often did. Joseph said, I often hold the door with my grandmother. Joseph deyir, mən nənəm üçün həmişə qapını tez-tez tuturam. I carry teacher's books up the stair, Andrew said. Andrew deyir ki, mən kitabları müəllimin kitablarını yuxarı mərtəbəyə daşıyıram. I was standing at the teacher table and holding the stone. I didn't know what to say. Even small things count. Hər balaca şeylər sayılır, Mr. Albert said. But I couldn't think of anything and gave the stone to one of my classmates. Maya didn't come to school next day. Növbəti gündə Maya gəlmədi. Or the day after that. Həm də ondan sonraki günlər. Each morning I walked to school slowly and hoped to see Maya. Hər səhər mən məktəbdə yavaşca gəzirdim və Mayanı görmək arzusunda idim. I wanted to see her and smile back. Mən onu görmək istəyirdim və ona gülmək istəyirdim. Each kindness, hər mehribanlıq, Mr. Albert said, make the world a little better place to live in. The next day I went to school and hoped to see Maya. Növbəti gün mən məktəbə getdim və Mayanı gördüm. But Maya's seat was empty again. Amma Mayanın oturacağı yerindən boş idi. And one day Mr. Albert said to class. Və bir gün Mr. Albert sinifə dedi. Maya will not come back. Maya qayıtmayacaq. Her family moved to another city some days ago.
bir neçə gün əvvəl onun ailəsi başqa şəhərə köçdü. That afternoon I walked home alone. On my way home I ran to a lake near my house and collected some stones. I said to myself, I'll never show any kindness to Maya. I felt so sad because I missed this chance of kindness with Maya. One by one, I threw stones to the lake and shouted all of the kind actions I didn't do Maya. I hope I will have a chance to talk to her one day. I hope. Deməli, burada deyir ki, bu axşam mən evdə tək gəzdim. Yolumun üstündə mən evimin yanındakı gölə qaçdım və daşlar topladım. Özümə dedim, mən Mayaya heç xeyirxahlıq göstərmədim. Mən çox pis edirəm, çünki mən bu Maya ilə xeyirxahlıq şansını qaçırdım. Bir mən daşları gölə atıram və Mayaya etmədiyim mehribanlığı atıram, dedik. I hope, deyir ki, mən ümid edirəm mənim onunla bir gün danışmağa şansım olacaq. I hope, ümid edirəm. The end, sonu. Exercise'lara baxaq. Exercise number 1 tapşırıq. Birə baxırıq. Read the story and put the pictures in the correct order. Hekayəni oxuyun və şəkilləri düzgün sırayla birləşdirin. Gəlin quraq. Firstly, yəni birincisi B. Çünki o dayanmışdır həyətdə. She stood in the schoolyard. Second, ikinci D. She played with the rope. O iplə oynayırdı. Third is A. They look to the lake. Suya baxırlar onlar. Fourth, yəni dördüncüsü F olacaq. They look to the stones near the teacher. Fifth, E olacaq. Beşincisi. Because he or she she wait Maya. O Maya'nı gözləyirdi. Last one, C. O daşları gölə atdı. She threw the stones near to the lake. B, D, A, F, E, C. İkinciyə baxırıq. Kendra called complete the sentences. Cümlələri tamamlayırıq. Kendra called Maya never knew because Kendra Maya'nı never knew anlandırırdı. Niyə? Yazaq. Çünki burada var idi. Gəlin baxaq. Never knew. Hardadır never knew? Because this has come from a new second hand store. Bunu biz cümləni başqa cürdə yaza bilərik. Gəlin yazaq. Because she bought these clothes in the second hand store. Çünki o ikinci əl mağazasından almışdı. The topic of Mr. Albert's lesson was Mr. Albert'in dərsinin mövzusu xeyirxahlıq, kindness idi. Kindness. Üçüncü, Chola gave the stone to her classmate because Chola sinif yoldaşına daşı verdi çünki because she didn't remember any kinds of actor. Çünki o xatırlamırdı nə elədikdə. She didn't remember any act of any kind of her. Dördüncü, Chola helped to see Maya again because she wanted to be
O nə olmaq istəyirdi? Deyir ki, Mayanı görmək istəyirdi. Niyə? Çünki she wanted to be kind to her. Ona mehriban olmaq istəyirdi. Kind. Bir dakika. Kind to her. Beşinci, Jenny was unhappy at the end of the story. Hikayenin sonunda qəmgin because niyə qəmgin idi? Çünki she missed this chance. O Mayanı görmək şansını itirdi. Yəni she missed the chance. Burada var, axırıncı cümlədir. Bir dəqiqə. She missed this chance of kindness. Yazaq buradan. Of kindness with Maya. Okay. Bu da bitti. Şimdi üçüncü de partnerinizden sual cevap verirsiniz. Mesela burada diyor ki what kind of person do you think Maya was? Why? Sen necə düşünürsən Maya necə insan idi? Niyə? Belə sualları oxursunuz və dostlarınızla, yəni partnerinizdən cavablandırırsınız. Gəlin Time to Watch-u izləyək. İzləmək deyəni, yəni biz bunu arxadan oxuyacağıq. Deməli, gəl oxuyaq arxadan. Oxuyacağım, tərcümə eləməyəcəm, çünki artıq vaxtımız daraldı. Yəni hər hansı bir tərcüməyə ehtiyacınız olsa, şərh bölməsində, komment bölməsində qeyd etməyi unutmayın. Sadəcə vaxtımız daralır deyə mən istədim ki, oxumayayım. Yəni nəsə bilməsəniz, komment bölməsində qeyd etməyi unutmayın. Bəyənməyi də unutmayın həmçinin. Daniel, I need your advice. My family is planning to go abroad this summer. You travel a lot and you know a lot about different countries. Please advise where to go. I would not advise you to go to Australia at this time of year because it is winter there now. You had better go there in October. October is the start of their summer. What about Kenya? You traveled there 2 years ago. Did you enjoy your visit? It was great to be there, but you need to get all the vaccinations against different diseases before you travel there. What about somewhere in Europe? I recommend you go to Italy. You know, we visited Italy last year. We had a great time there. You can hire a car when you get there and visit different cities in Italy. How about Canada? There will be a good choice. You can visit Niagara Falls. While you are there, there are a lot of excellent hotels and you can stay in one of them. Thank a lot for advice. Bunları da oxuduq. İndi qaydıraq səhifəmizə. Tapşırıq 1-ə baxırıq. Look at the picture and discuss questions. Deməli, where are children? Nə düşünürsən uşaqlar haqqında və nələr danışırlar? Bunu özünüz təxmin edə bilərsiniz. İkinciyə baxırıq. Watch the video and complete the sentences. Videonu izləyin və cümlələri tamamlayın. Daniel think that it is not a good idea to go to Australia because indi orada qışdır. Now it is winter in Australia yazmaqdan deyil, here yazıram, burada. Ya da there də yaza bilərsiniz. To go to Kenya, Kenya'ya getmək üçün tourist need to have vaccination. Vaksinasiyalar olmalıdır. Vaccination. Vaccinations. It is a good idea to... Deyəm, baxaq o istəyir uşaqlar. It is a good idea. Deməli, it is good idea to go to Italy. What about, deməli, burada var mı bir deyək uşaqlar? It is a good idea to hire a car. To hire a car olmalıdır uşaqlar. Yazaq bura. Hire a car. Tourists love seeing Niagara Falls in Canada. Kanadada
bu yeri görmək onlara xoş gəlir. Niagara Falls. Tapşırıq 3-ə baxırıq. Complete sentences. Deməli, gəlin tamamlayaq cümlələrimizi. I wouldn't advise to go Australia. Australia dedi ki, bu getməyə yəni məsləhət görmürəm. I wouldn't. You had you had go there in October. In October sözü. Aha, you had better go olmalıdır deməli burada. Aha. You had better go. What about somewhere? Bəs Avropadır. Yəni Avropanın hər hansı bir hissəsində I recommend olmalıdır. I recommend. Yəni məsləhət görürəm də gedərsən. Recommend. Bu da bitdi. 4-cü sualda həmçinin suallara cavablandırırsınız. 5-ci sualda rollu oyundur. Yəni sinifdə və yaxud da partnerinizlə rollu oyun oynaya bilərsiniz. Ümid edirəm ki, video çərximiz sizlər üçün faydalı oldu. Növbəti video çərxlərdə görüşənədək abunə olmağı və bəyənməyi unutmayın. Nəsə probleminiz olsa, komment bölməsində qeyd etməyi unutmayın. Ümid edirəm ki, başa düşdünüz. Bye bye.